Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Maraqlı bir mövzu ilə qarşınızdayıq. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənib abunə olub paylaşmağı unutmayın ki, tez-tez qarşınıza maraqlı mövzularla gələk. Bəli, hazırda mövzumuz Çin avtomobil sənayesinin dünyaya meydan oxumasından gedir ki, bu hadisələrin fonunda da Azərbaycanda avtomobil parkının necə sürətlə dəyişdiyini və yeniləndiyini görürük. Deyə bilərik ki, bəlkə də hər biriniz mənim bu fikrimlə razı olar ki, son bir ildir Azərbaycanda 0 kilometr, yəni heç sürülməmiş maşınlara əlçatanlıq belə deyək, çox asanlaşıb. Artıq əksəriyyətin büdcəsi imkan verir ki, yəni heç sürülməmiş 0 kilometr maşın alıb rahatlıqla sürə bilsin. Təbii ki, burada da Çinin avtomobil sənayesinin böyük bir rolu var. Çünki Çindən istehsal olunan hibridlər və plug-in hibridlər Azərbaycana artıq ayaq açıb. Son bir ildir ki, bu idxalın bir sürətlə artdığını görürük. Və təsəvvür edin, bu vəziyyət Azərbaycanda belə davam edirsə, indi Avropadakı baş verənləri bir fikirləşin. Deməli, Avropada vəziyyət heç yaxşı deyil. Söhbət Avropanın avtomobil sənayesindən gedir. Yəni, bir çox məşhur avtomobil markaları var ki, istehsal edən zavodlar artıq gərginləşib həmin zavodlarda vəziyyət. Qazanc yoxdur, sürətlə gəlirlər itirilir və söhbət burada Mercedes-dən, BMW-dən, Audi-dən və hətta Volkswagen kimi böyük markalardan, məşhur markalardan gedir ki, bu avtomobilləri istehsal edən zavodların vəziyyəti yaxşı deyil. Hətta mütəxəssislərin bu məsələ ilə, mövzu ilə bağlı maraqlı fikirləri var ki, onu biz indi sizin nəzərinizə çatdıracağıq. Həmçinin elə ekspertlərdən, mütəxəssislərdən onu da öyrənməyə çalışacağıq ki, belə davam eləsə, Çində istehsal olunan maşınlar dünyanın bir çox ölkələrinə, eləcə də Azərbaycana daha sürətlə gəlməyə davam eləsə, vəziyyət necə olacaq? Ümumiyyətlə, biz bilirik ki, Azərbaycanda ikinci əl avtomobil bazarları var ki, bu bazarlarda satıcıların alıcılara təklif etdikləri maşınların böyük əksəriyyəti Avropa və Amerika bazarları üçün nəzərdə tutulan maşınlardır ki, o maşınlar da biz bilirik ki, əksəriyyəti qəzalı şəkildə Azərbaycana ayaq açır və bu maşınların faktiki olaraq indiki vəziyyətdə qiymətləri də Çinin 0 kilometr maşınlarından bir xeyli bahadır. Hətta müəyyən qədər yürüşü olsa da 150-200 min kilometr yürüşü olsa belə 0 kilometr maşınlardan baha təklif olunur ki, bu da artıq bir çox alıcılara sərf eləmir. Ona görə də insanlar daha çox heç sürülməmiş maşınlara üstünlük verir. Yəni, belə davam eləsə, əlqərəz vəziyyətimiz necə olacaq? İkinci əl avtomobil bazarından gedir söhbət. Yəni, alıcılar həmin bazardan ümumiyyətlə çıxacaqlarmı? Bazardakı vəziyyət hara doğru gedir? Və Çin avtomobil sənayesi bizim avtomobil parkımızda nə kimi üstünlüyə sahib olacaq? Bununla bağlı indi iqtisadçı ekspert və eləcə də digər bir mütəxəssisimiz danışacaq və detallı şəkildə həmin məlumatları nəzərinizə çatdıracağıq. Bizi izləmədə qalın, Avtosazı izləyin ki, bu tipli mövzulardan tez-tez məlumatınız olsun. Avropa küçələrində, indi Avropa deyəndə məsələn də biz şərqi, qərbi baxır hansı ölkəyə, amma məsələn hətta Almaniyanın özündə belə biz artıq düzdür, çox belə hələ gözə çarpmır, amma artıq o Çin maşınlarının salonlarının çoxalması və artıq yavaş-yavaş satışlarda bu rəqəmləri görmək düşündürür artıq. Əslində bu il boyu da biz gördük ki, məsələn Volkswagen kimi bir marka böyük böhran yaşayır, bəzi zavodunu həm bağlayacağını dedi, sonra ixtisarlara gedəcəyini dedi. Yəni bu böhran açıq görünür. Bəzi markalarda da biz konkret görürük ki, artıq satışlar düşməkdədir. Yəni bu böyük bir böhranın başlanğıcı kimi görünür. Amma indi Avropa nəsə edəcəkmi, maraqlısı budur. Çünki onlar həm də bilirsiniz, qarşıda Avro 7 tələbi var. Avro 7 tələbinə görə dəfələrlə ayrı-ayrılıqda həm markalar, həm ölkələr müraciət ediblər Avropa hökumətinə ki, bəs bununla bağlı nəsə lazımdır, yəni ya gecikdirsinlər, yəni biz buna hazır deyilik deyirlər. Çünki müasir dünyada, bu xüsusilə də Çinlə rəqabətdə çox itirirlər hazırda. Hər halda görünən budur, belə gedir. İndi nə qədər gedəcək, necə olacaq, bu hər kəsə maraqlıdır və xüsusilə də yenə də Çinə müxtəlif ittihamlar oldu. Dedilər ki, Çin markalarına, Çin hökumətinin dəstəyi var deyə onlar belə əl çatandır, ucuzdur və s. Amma nəzərə alsaq ki, bu markalar həm də Avropaya girə biliblər. Çünki Avropa tələblərinə cavab vermək də asan deyil. Amma girə biliblər. Faktiki ən azından bir 3-5 Çin markası var ki, artıq onları biz sərgilərdə də görürük. Məsələn, mən son bir neçə sərgidə gördüm ki, çox böyük modellərlə, yəni çox çeşidli modellərlə BYD kimi markalar orada artıq iştirak edirlər və təbii ki, həm də satışa giriblər.
İndi bunun axırı necə olacaq? Hər halda doğrudan da avtomobil dünyası böyük bir böhran yaşayır. Həmin bu elektromobil, hibrid və xüsusilə də ucuz qiymət rəqabəti baxımından. Nəzərə alsaq ki, demək olar ki, dünyada bütün bu elektromobillərin batareyaları da Çində istehsal olunur. Bu bir qədər də onların işini çətinləşdirir. Amma Avropa müştəriləri, belə deyək, Avropalı sürücülərdən biz bir şey müşahidə edirik ki, onlar əvvəl kütləvi elektromobillərə keçsələr də, son bir ildə onlar elektromobillərdən daha çox hibridlərə keçirlər. Yəni artıq böyük sayda elektromobil alınmır, daha çox hibrid modellərinə yönəlirlər. Burada da yenə də əsasən elə biz görürük ki, Çin markalarının, Yapon avtomobilləri, yəni bu markaların daha irəlidə olduğu görünür. Yenə də yəni böyük markalar var ki, onlar böhran yaşamaqdadırlar, bu görünür. Ümumi müşahidə onu göstərir ki, artıq avtomobil dünyasında orta demək olar ki, ləğv olunur. Yəni ya çox bahalı avtomobillər olacaq, ənənəvi, yəni bizim bildiyimiz o böyük Avropa markaları, daha çox elə bahalı avtomobillərlə qalacaqlar, yəni bahalı modelləri ilə qalacaqlar. Amma artıq orta sinifi və daha aşağını, belə demək olarsa, Çinə təslim etməlidirlər. İndi bundan sonra nə addım atacaqlar bizim üçün də maraqlıdır, amma fakt odur ki, bəli, bu böhran hiss olunmaqdadır, görünməkdədir və hər nə qədər öz markalarına sevgi ilə yanaşsalar da, Almanlar olsun, fransızlar olsun, digərlər olsun, onlar da artıq bu alternativə hardasa bir göz gəzdirirlər. Bu da əlbəttə ki, qarşıda böyük bir böhran olacağından xəbər verir. Bilirsiniz, bu davam eləsə Azərbaycan istehlakçısı uduzmayacaq. Azərbaycan istehlakçısı hər zaman keyfiyyətdən daha çox qiymətə üstünlük verir. Ümumiyyətlə, dünya çapında bu tendensiya artmaqdadır. İnsanlar daha çox qiymətə üstünlük verirlər. Hətta geyimlərdə belə bir Avropalı 400 dollara brend məhsulu deyil, 30-40 dollara brend olmayan məhsulu geyib, əvəzində 5-6 daha çoxunu fərqli rənglərdə, fərqli modellərdə dəyişməyə üstünlük verir. Bugün dünya buna gedir. Bu baxımdan qarşıdakı dönəmlərdə də mən düşünürəm ki, bir mənalı olaraq Çin avtomobilləri bütün dünyanı, o cümlədən də Azərbaycanı kifayət qədər öz ağuşuna alacaqdır və həm ikinci əl avtomobillərin qiymətlərində enişlər gözləniləndir, məntiqi nəticə olaraq. Eyni zamanda digər brend avtomobillərin keyfiyyətində biz ciddi şəkildə enişləri görəcəyik. Çünki artıq rəqabətlə, qiymət rəqabətində ayaqlaşmaq üçün məcburi yol keyfiyyətin aşağı salınması olacaq. Bu da məncə effekt verməyəcək o qədər də, yoxsa necə? Yəni bir müddət effekt verə bilər bəlkə də. Bir müddət effekt verəcək. Hər halda rəqabətli bazardır və bir belə deyək, proses 10-15 il ərzində Çinin xeyrinə davam edə bilər. Amma 10-15 il sonra hansı məhsulların bazara çıxacağı və Çinin nə cür üstələcəyi ilə bağlı fikir söyləmək çox çətindir. Düzdür, bununla bağlı proqnozlar verilir. 50-ci ilə qədər də proqnozlar var. Amma nəzərə alaq ki, 2025-ci ilin birinci rübü yeni bitib. İstər Dünya Bankı, istər Beynəlxalq Valyuta Fondu 2025-ci ilin öz göstəriciləri ilə bağlı proqnozlarını artıq bir neçə dəfə dəyişmişlər. Yəni uzun müddətli proqnozlar bugün iqtisadiyyatda özünə o qədər doğrudur. Biraz öncə dediniz ki, hətta Çin avtomobilləri, orada istehsal olunan avtomobillər daha ucuz qiymətə, daha yaxşı əlçatan olacaq. Bu isə o deməkdir ki, Azərbaycandakı ənənəvi ikinci əl bazarlar, avtomobil bazarları yavaş-yavaş sıradan çıxacaq. Yoxsa səhv edirəm? Bilirsiniz, yox, sıradan çıxmayacaq. Sıradan çıxmasını yəqin ki, və bir gün gələcək bu sıradan çıxacaq, amma inanmıram bizim ömrümüz bunu görməyə kifayət etsin. Çünki bu çox uzun bir prosesdir. Çox uzun bir prosesdir. Çünki ikinci əl avtomobillərin sıradan çıxması üçün ölkədə əhalinin gəlirləri tamamilə başqa formada formalaşmalıdır. Biz nəyə görə deyirəm? İkinci əl avtomobil bazarındakı maşınların çoxu Avropadan və Amerikadan gələnlər baxırsan ki, Çinin 0 kilometr maşınlarından daha baha qiymətədir. İkinci əl bazarlar, ikinci əl avtomobillərin sıradan çıxması üçün insanlar bu avtomobili ya tullamalıdır, ya da istifadə etməlidir. İstifadə edirsə, deməli sıradan çıxmayacaq. Yəni yenilənmə o qədər zəif sürətlə davam edir ki, yəni ikinci əl avtomobillərin düşünmürəm ki, biz sıradan çıxmasını görə bilərik. Yəni bu 0 kilometr Çin maşınları nə qədər bazara daxil olsa da ikinci əl bazar təbii olaraq təbii davam eləyəcək. Hələ düşünürəm ki, yaxın 10-15 il ərzində biz bunları görəcəyik.